Salam əziz dostlar, əziz izləyicilər. Yenə vətəndaş müraciətindən danışacağım. 12 nəfər vətəndaş bizə müraciət edib ki, biz getmişik ustalar, fəhlələr Qarabağ bölgəsində işləmişik, xüsusən Xocavənd rayonunda bizim pulumuzu vermirlər, başımıza itin oyununu açırlar. Görək vətəndaşlar bizə video müraciət göndərib, nə deyirlər, nə istəyirlər. Mən həmən şirkətlə onları ora aparan adamlarla əlaqə saxlayacağım əziz dostlar. Salam əleykum, mən Ələkbərov Ramil İlhamoğlu. Mart ayından Xocavənd rayonunda işləmişəm, pulumu ala bilmirəm. Ayxan adlı şəxsdir, deyir mən Leysan Məmmədovun qohmuyam, Rəşadın qohmuyam, sən pulu vermirəm. Hər gün məni alladır, 10 gün, Mart ayından bəri məni alladır, pulumu vermir. Harada şikayət edirik, heç kim də bizim şikayətimizə baxmır. 12 nəfər uşaq gedmişik, 7500 manatda alacağımız var. Bizə heç kim köməklik eləmir. Xahiş edirəm Elnur Şükürovdan bizə köməklik eləsin, bu videomuzu paylaşsın, bizə köməklik eləsin. Buyur qardaşlar, şimdi söz var desin. Süleymanov Səyid, mən Mart ayına gəlmişəm işləməyə, mən şəxs bağlarım var. Hamd olsun, mənim oğlum xəstədir, ifrizdir, mənim ehtiyacım var, Allah hamd olsun, gündə sabah deyirlər. Yəni ki, belə hamd olsun Allaha. Mənim oğlum bıçadır, Allaha, oğlum xəstədir, mən şəxs bir insanım. Bizim hər gün bizə deyirlər sabah hələ pulumuzu vermirlər. Yəni üstünə ata dəyəzə xahiş edirəm ki, bu yerə baxasın. Çox dəyəzə ata dəyəzə xahiş edirəm sizdən. Mən də Cahangir Saməddin Xudabaxşoğlu. Mən də işləmişəm Xocavənd rayonunda Mart ayından və pulumuzu ala bilmirik. Çalışırıq ki, pulumuzu alladırlar bizi. Ümid edirlər, gəl sabah verəcək, bir gün verəcək, vermirlər. Bunun bizə bir köməklik ediyor, xahiş edirik, biz pulumuzu alaq. Dolana bilmirik, çətindir vəziyyət. Biz ora ədalət, Hətər rayonundan Ədalət Ələkbərov adlı şəxs aparıb, bizi Ayxangillə tanış edib, Nail müəllim var, orada Nail müəllim, Səxavət müəllim var, onlarla tanış edib, işləmişik. Mart ayından bizi hər gün alladılar, bir gün sabah, bir ayda orada qaldıq. Bizi allatdılar, bir ay pul, gedin bizi yolladılar ki, gedin biz sizi çağıracaq, gəlib işləyirsiniz, qalanın pulunuzu verəcək, işimizi də vermədilər, indi pulumuzu da vermədilər, ona görə gəlib indi şəhərdə işləyirik, gündəlik işləyirik. Buradan pulumuzu alırıq, amma oradan biz Mart ayından bəri pul ala bilmirik. Xahiş edirəm sizdən Elnur müəllim, Elnur Şükürov. Bizə köməklik eləyəsən, biz pulumuzu alaq. 12 nəfərin belə də haqqıdır, ala bilmirik. Kimə də deyir, bizim prezidentdən heç kimlə qorxumuz yoxdur, polisdən, prezidentdən heç kimlə qorxumuz yoxdur. Biz öz bildiyimizi eləyirik. Gedin hara şikayət edirsiniz, eləyin. Biz Leysanın qohumlarıyıq. İminlə bu sözlərdə Ayxan deyir. Əziz dostlar, baxdıq biz video müraciətə. Mən indi canlı yayından Ayxan adlı RF şirkətin rəhbərinə zəng eləyirəm. RF şirkətinin əməkdaşıdır, rəhbəridir, bilmirəm. Ayxan adlı vətəndaşa zəng vururam. Təbii ki, telefonu qaldırmır. İndi Ədalət adlı vətəndaşa zəng vuracam, əziz dostlar. Kimə sorun? Ədalət kişidir danışan. Bəli. Ədalət kişisi narahat edən jurnalist Elnur Şükürovdur. Eşidirəm qardaşım. Deməli, sizi mən efirdən narahat edirəm. Ələkbərov Ramil, Süleymanov Səyid, Cahangirov Saməddin, Əliyev Royal, Əsədov Ruslan, Musayev Razi, Ələkbərov Əkbər, Məmmədov Elşad adlı vətəndaşlar bizə müraciət ediblər ki, bunları aparmışsınız Xocavənd rayonuna. RF şirkətində işləyiblər, pullarını ala bilmirlər. Bununla bağlı nə deyə bilərsiniz? Aparmışsınız deyəndə mən burada şirkətin mühəndisiyəm. RF-in yox, Uid Masterin, hansı ki o ana şirkətim. Bəli. Mühəndisiyəm, mən onların hamısını tanımıram, amma o Ramin hə. Bəli. Ramin başqa bir adamın əli ilə deyir ki, bir usta var, beləli gəlirlər bura iş tapırlar. Bu RF o işləri götürmüşdü. Mən də daha gətirər yanıma, bunlar 10-12 nəfər uşaqıydılar. Mən onlarla caraşdırdım, dedim ki, işçidirlər, yaxşı ustadılar, ev verin, qoyun işləsinlər. Vəssalam, mənim iştirakım bu olub. Bunların pulları niyə vermirlər indi? İndi də onların elə bir bunları yaxşıd məsələsində mən iştirak edirəm də, ölçü biçi falan hamısından. Onlara 10.000 pul ödəyiblər, 17.800 neçə manata qarşı. 7.800 təxmini yadımda deyil, nə qədəri durur. Onu ödəməyiblər. 10.000 alıblar.
17 mindən 10 min aldılar, 7 minin vermirlər. 7800 nə qədərdir o belə. Bəs nə deyib vermirlər? Bu adamlar işləyirlər. Valla nə bilə sürtürdə büyün vereceğim, cana vereceğim, cana işte vereceğim. Mart ayından bəri proses gedir. Yazıqlar, xəstəmiz var bizim, zəng ediblər. Bilirəm, mağda deyiblər, mən demişəm, valla mənim əlimdən nə gəlir ki, mən də elə bilsin, neçə dəfələrdən demişəm, gəliblər. Ayxan bəy nə işə baxır orada? Ayxan bəy o RF-in səlahiyyətli nümayəndəsidir. Nümayəndədir orada. Hədə elə bil o işin, buradakı işə rəhbərçilik edən olur. Oldu, ədalət işi. Alo. Salam Ayxan bəy, hər vaxtınız xeyir. Salam, hər vaxt. Sizin narahatıyla jurnalist Elnur Şükürovdur. Buyurun. Mən sizə efirdən zəng vurmuşam. Deməli, vətəndaşlar bu RF şirkətindən şikayətçidirlər. 12 nəfər Cəlilabad vətəndaşlar gəlib orada işləyiblər, pullarını ala bilmirlər. Onunla bağlı nə deyə bilərsiniz? Harda işləyirlər? Ələkbərov Ramil, Süleymanov Səyid, Cahangirov Saməddin, Əliyev Royal, Əsədov Ruslan, Musayev Razi, Ələkbərov Əkbər, Məmmədov Elşad. Kimdir ki bunlar qardaş? Kimin işçilərdir? Ədalət adlı şəxs gətirib ora RF şirkətinə. RF hara gətirib əziz qardaş? Hansı tərəfə gətirib? Valla Xocavənd rayonuna mənə indi az öncə bildirdilər. Xocavənddə RF iş görmür axı qardaş. Valla indi ədalət kişilə danışdım. O da dedi ki 17.500 manat pulu olub, 10.000 ödənilib, 7.500 manatı qalıb. Ədalət işini mən tanıyıram. Prosta bu RF şirkətində işləmiblər axı onlar. Kimsə şirkətin adını belə verib ki. Vətəndaşlar müraciət ediblər mənə. Səhv müraciətdir qardaşım. Yəni siz o adamları tanımırsınız da belə çıxır. Mən o adam ədaləti tanıyıram mən. O vətəndaşlar sizdə işləməyiblər şirkətdə? Xeyr, bizim şirkətdə işləməyiblər. Bəs ədalət işi də işləyib axı orada. Qardaş, ədalət də qələt edir ki, görüm kimdən müqaviləsi var. Elə şeylər efirdə danışmayın da, qələt edir falan lazım deyək. Yox, səhv deyir də bu. Yəni qardaş, məlumatı düzgün vermirlər sizə. Siz də düzgün zəng edin, soruşun da. Bu RF şirkətində işləməyiblər axı bunlar. Sizdə işləməyiblər bunlar. RF şirkətində işləməyiblər, xeyr deyirlər. Haqlarını almaq istəyirlər, haqlarını, usta pulları. Haqları kimin haqqı yeyilib? Ələkbərov Ramil, Süleymanov Səyid deyir ki, ədalət kişi bizi aparıb RF şirkətində işlədir. Ədalət kişiyə zəng edin də, onda mənə niyə zəng edirsiniz? Deməli, ədalət kişi aparıb da onu. Mən niyə zəng edirsiniz? Sizin də nömrənizi Ramil, Ələkbərov Ramil verib, ədalətin. Səhv edib, mənim nömrəmi verib. Mənim nömrəmi hardan alıb veriblər ki? Mənim işçim deyil, ədalətin işçisidir, gedin ədalətlə danışın da. Ədalət də deyir ki, sizdə işləyib. Ədalət nə deyir? Məndə işləmək başqa şeydir. O kimin işçisidir? Ədalətin işçisidir. Ədalət deyir ki... Ədalət çox şey deyə bilər. Deyirəm ki, bir dəqiqə, gözəl insan. Buyur. Ədaletin işçisidir sənə şikayət edənlər. 8 nəfər, bəli. Şudur, Zəngəl ədalətlə məsələ var. Bunlar da deyirlər ki, Ayxan bəy RF şirkətinin səlahiyyətli nümayəndəsidir. Sizin şirkət... Qardaş, orada RF-in şirkəti yoxdur. Orada RF-in bir müqaviləsi, bir işi yoxdur. Onlar heç bilmirlər, harada işləyiblər, nə işləyiblər. Yalan doğru məlumat verirlər, siz də o yalan məlumat üzərindən mənə zəng edirsiniz. Yəni, mən də haqlarımı, hüquqlarımı gözəl bilən insana. Bəli. Bəli, öz kirin. Yəni, mən də bu yalan məlumatlar üzərindən məhkəməyə müraciət edirəm, elə sizin quruma ki, görün bu yalan məlumatlarla insanları niyə bu qədər oyuna salırlar. Biz də sizdən müraciət edirik ki, dəqiqləşdirək ki... Mən dəqiqləşdirməyi siz düzgün eləmişsiniz. Dəqiqləşdirməyi bir düzgün adamdan məlumat alın ki, görün bu RF şirkətinin orada işi var. Ayxan bəy, vətəndaşlar bizə müraciət elədilər. Səhv ediblər, müraciət ediblər məndən bağlı. Adlarını saydım ki, bizim 7500 manat... Mən elə bir adamlar tanımıram. Gözəl. Mən bir dənə ədaləti tanıyıram. Ədalətlə dəqiqləşdirə bilərsiniz, bu adamlar mətbuata çıxırlar. Mən niyə dəqiqləşdirməliyəm? Gözəl insanı, ay gözəl insan, ay başına dönüm sənin, ay sənə qurban olum. Kiminsə problemi var, mən həll eləməliyəm onu. Yox, ədalətlə də mən danışdım. Ədalət dedi ki,
biz RF şirkətindən pul ala bilmirik. Mən ona görə sizə Bəs narahat edirəm. deyil. RF şirkətində ədalət işləmir. Orada da işləməyib ədalət. Xeyr, RF Az öncə- şirkətində ədalət işləmir. Az öncə dediniz Ədalat bəy mən tanıyıram. Necə? Bəs az öncə dediniz ki, mən ədaləti tanıyıram. Bəli, mən şəxsən tanıyıram ədalət işini, amma RF şirkətində o işləmir. Oldu Ayxan bəy, mən sizi narahat elədim, üzr hesab eləyim. Buyurun. Sağ olun. Əziz dostlar, Ədalət bəy hal-hazırda görürəm ki, Ayxan bəylə danışır. Mən təkrar Ədalət bəyə yığacam. Alo. Ədalət ki, mən sizi narahat edirəm, xahiş edirəm, döndüyünü üzr hesab eləyim. Bu Ayxan bəy deyir ki, mən bu ustalar məndə işləməyib, mən bunları tanımıram. Onların özü bilər. Adama efirdən zəy vurmuşam, eyni zamanda da sizə deyirəm ki, bu adamlar RF-də işləyiblər Ədalət müəllimin vasitəsilə. Bu da deyir ki, adamlar məndə işləməyiblər. İşləməyiblər deyəndə bura bax. Bu bir Bəli. Bu bir nəfər deyil, iki nəfər deyil. Bir elə adam, 10-12 nəfər adamın nəsə deyə bilər ki, məndən işləməyib. Demək, orada işləyiblər. Ondan nəzər yalan deyə bilər və bu da onu atana bilər. Camaat işləyib, işini bilir. Falan yer işləmişəm, 5000 yer işləmişəm, Bəli. əli ilə göstərəcək. Bəli. Bu iynə də öyle samanlıq taxtarasan. Oldu Ədalət müəllim. Çox sağ olun, minnətlər. Müəllim. Ramin bəy, Alo. bu mən Ədalət bəyə zəng elədim, o sizi tanıdı, Ədalət kişi. Amma Ayxan Bəli. deyir ki, mən onları tanımıram. Müəllim, sizə... Bəli. Sənə müəllim, mən biraz narahat edim, ona görə şey eləmir, internet burada. Ramil, bu Ayxan deyir ki, mən Ələkbərov Ramili tanımıram. Sən Ayxanı tanıyırsan, tanımırsan. Vacib tanıyıram müəllim, ayın 10'da mənə söz vermişdi, ayın 10'u da fırlattı. İndi də deyir ayın 10 gündə mən ondan 4 saat, 5 saat danışmışam. Bu tanımadığım adamın müəllim, məndə nəfər nömrəsi Deməli, var. özün şəxsən RF şirkətinin səlahiyyətli nümayəndəsi Ayxan bəylə telefonla danışmısan, danışmamısan. %100% danışmışam müəllim. Onu çəkib göndərə bilərsən mən o danışıq yerin, dəqiqəsin. Bu dəqiqə şəkiləm atıram sizə. Onunla neçə dəqiqə danışmısan şəxsən özü ilə. Çək Bəli. göndərmə, çünki mən Ayxan bəyə canlı yayından zəy vurmuşam. Hal-hazır sən də efirdəsən, sən özün də. Ayxan bəy bildirir ki, mən Ələkbərov Ramini tanımıram, ümumiyyətlə mən o adamları tanımıram, o adamlar məndə işləməyiblər, mən ədaləti tanıyıram. Bir dəqiqə müəllim, mən onunla sözləndim, şəkil çəkib atıram sizə. Çək göndər mənə, zəhmət olmaz, Ya. çəkin göndər. Deməli, əziz dostlar, Ayxan bəy deyir ki, mən ümumiyyətlə Ramini və o qalan 11 nəfəri tanımıram, amma görürsünüz ki, ekrana baxın ki, Ramin bəy Ayxan bəylə telefonla danışır, Ayxan bəy Ramin bəyə zəy vurur, demək bunlar bir-birini tanıyırlar. Bütün hallarda məsələlər araşdırılacaq, mən ümidvaram.